Sumqayıt şəhərində abadlıq və yenidən qurma işləri planlı şəkildə davam etdirilir. Şəhərin müxtəlif ərazilərində həyata keçirilən işlər şəhər sakinlərinin daha rahat və estetik mühitdə yaşamasına xidmət edir. Artıq Səməd Vurğun küçəsində abadlıq işləri yekunlaşıb. Küçədə yeni piyada səkiləri salınıb. Hazırda Nəsim adına Mədəniyyət və İstirahət Parkında da işlər sürətlə davam etdirilir. Bu istiqamətdə həm yol infrastrukturu, həm də istirahət zolaqları təmir olunur. Yaşayış binalarının əsas fasadlarında və giriş hissələrində aparılan əsaslı təmir işləri də diqqət çəkir. 48-ci məhəllədə yerləşən bir binada və 6-cı mikrorayonda olan binalarda təmir işləri artıq başa çatıb. Hazırda 6-cı mikrorayonda yerləşən 32 saylı binada və 3-cü məhəllə ərazisində binada fasadların bərpası davam etdirilir. Bundan əlavə 48-ci məhəllədə 3 nömrəli binada da yaxın günlərdə fasad təmir işlərinə başlanılacaq. Görülən bu işlər şəhərin simasının yenilənməsinə, estetik görünüşün daha da gözəlləşməsinə və sakinlərin rahatlığının artırılmasına xidmət edir. Sumqayıt şəhərində aparılan abadlıq tədbirləri şəhərin inkişafının, yenilənməsinin və müasir tələblərə uyğunlaşdırılmasının bariz nümunəsidir. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.